Əziz dostlar, verilmiş tapşırığa hamı kəs diqqət eləsin. Tapşırıq mövzular arası əlaqə ilə bağlı ümumiləşdirici tapşırıqdır, dil qaydasıdır. Tapşırığı oxuyun və videoya fasilə verin. Ondan sonra mən onu izah edəcəm. İzah belədir. Doğru cavab, yəni bizə yanlış fikir istəyir, A bəndidir. Altına xətt çəkilmiş söz açıqdır sözüdür. Açıqdır sözü ismi xəbərdir və eyni zamanda sifətdir. Sifətin də zamanı olmur. Ona görə altına xətt çəkilmiş söz indiki zamanda da fikri yanlışdır. İsim adlıdır, adlı qaldadır, fikir doğrudur. Qapı sözü isimdir və adlı qaldadır. Ona görə B cavabı doğrudur. Bizdən yanlışı istəyir. Üç müxtəlif nitq hissəsinə aid söz var, fikri doğrudur. İndi zaman zərfi, qapı isim açıqdır, sifətdir. Bu cavab da doğru deyil. İsmi xəbər işlənmişdir, açıqdır sözü, sarı rənglə rənglənibdir. Bu doğrudan da ismi xəbərdir. Xəbər mübtəda ilə uzlaşma əlaqəsindədir. Bu fikir də doğrudur. Açıqdır sözü, qapı sözü ilə uzlaşma əlaqəsindədir. Bizə lazım olan yanlış cavab A bəndidir. Ona görə ki, deməli, bu cümlədə açıqdır sözü feil deyil. Feil deyilsə, deməli, onun zamanından biz danışa bilmərik. Bu qədər.